Hoş gördük əziz YouTube izləyicilərim. Gördüyünüz kimi sizə iki model qatlama üsulunu göstərmişdim. Sadəcə burada bu qatlama üsulunun necə qatlandığını göstərmişdim. Satış mərkəzlərində bu cürə böyük modellər olur ki, bunlar beşik yazmaq lazımdır. Əsas məsələ bunu necə yazmaq lazımdır? Gördüyünüz kimi çox gözəl görünüşə malikdir. Yəni bu qatlama üsulu mənim ən çox xoşuma gələn üsullardan biridir. İndi isə baxaq bunun necə qatlama vəziyyətinə. Gördüyünüz kimi adi beşikta və şalvar. Bunun bu hissəsindən bu hissəsini geçiririk. Gördüğünüz gibi beşikanın bu hissəsini bu xəttin üzərində durur. Biraz sərgələ eləmək lazımdır. Bunu biraz göstəreyim. Və bu qılçanı keçiririk bu üzünə və bu qılçan da çox sadədir. Yəni burada çətin bir məsələ yoxdur. Bu belki sərgəsidir və görünüş budur. Yəni bu halda da qatlama eləyib beşikada asa bilərsiniz. Növbəti bir asma üsulu odur ki, böyük bədənlərdə beşikliyə demək olar ki, mal, yəni razmer verir. Və belə orijinal mallarda gördüyünüz kimi burada belə hansı malda bir ip varsa söhbət ip olanlardır. Böyük razmerlərdə bu razmer beşikada böyük olduğu biz böyük bədənlərdə buranı bura keçirdik. Bura keçirdik və bu asıldan üstündən də istifadə edebilirsiniz. Bugünkü hər iki qatlama üsulunu sizə göstərdik. Mənə elə gəlir ki, bilənlər zaten bilir. Sadəcə bu mənim kanalımın məqsədi informasiya tiplidir. Bilməyənlər üçün çəkirəm ki, mən də öz bildiyimi kimlərsə üçün paylaşıram ki, ola bilsin hansısa mağazalarda bu üslub işinizə yaraya bilər.